İzləyicilərimiz Masazır qəsəbəsi Şok Marketin arxasından bir 400 metr məsafə avtobus dayanacağına yaxın yerdə yerləşir. Ümumiyyətlə əsas yol Əliağa Vahid küçəsindən 350-400 metr məsafədir. Belə bir böyük həyəti olan 3 sot yarımda 3 otaq evimiz satışa çıxmışdı. Bura giriş qapısıdır, darvazamızdır. Həyətdə hər cür meyvə ağacları var. Həqiqətən də bu qiymətə necə deyərlər, həyəti bu boyda olan ev yoxdur. 60-65 minə bir maşınlıq həyəti, görün nə boyda bunun həyəti var. Əla qiymətə satır. Həyət evində həyət olmadı, nə həyət evi oldu? Kommunallar qaydasındadır, su, qaz, işıq. Kanalizasiya, mərkəzi kanalizasiyadır. Ehtiyat su, 10 tonluq su çəni var yerin altında. Burada böyle bir əl damıdır. Kombi aparatı yerləşdirilib. Kartof, sağan qoymağa, toyuq cüzə saxlamağa. Həyətdə sanitar qovşaq. Dediyim kimi, həyətdə də hər cür meyvə ağacları var. Heyvan, nar, üzüm və başqalar da var ki, ağacları tanımadığım hamısının adını deyə bilmirəm. Məsələn, bu tut ağacıdır. Həqiqətən bu boyda həyəti olan bu qiymətə əla, 58 min manat. Evimizin xarici görünüşü. Evimiz 3 otaqdan ibarətdir. Kombi sistemidir bura, dəhlizdir. Giriş qapısı. Sanitar qovşaq bir yerdədir. Sanitar qovşaq bir yerdədir. Yataq otağı, 2 yataq otağı, bir zal, bir mətbəxdir. Bu evə bir dənə ağ laminat, ağ aboylar. Əslində qapılar yaxşıdır, bir dənə də ağ qapılar. Bu evin misli yoxdur. Növbəti yataq otağımız. Bura mənzilimizin, evimizin zalıdır. O qədər bina evləri çəkirik, mənzil deyirik. Bu da mətbəx hissəsi. 58 min manat. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.